Bu gün sizə Base Airdrop haqqında danışacağım. Deyilənə görə Base Airdrop paylayacaq və burada nələr olmalıdır, nələrə diqqət eləməliyik, nələri eləsək daha çox airdrop şansımız olacaq. Bunları bir-bir sizə indi göstərəcəm. Öncə ekranımı paylaşım sizlə. Burada hamısını bir-bir qeyd eləmişəm ki, nəsə hansısa bir detal yadımdan çıxmasın və hamısını sizə göstərəcəm. İlk öncə Telegramı paylaşıram sizdən. Gəlin bu səsə qulaq asaq, sonra davam edərik. Mən ondan başlayayım ki, belə mən airdropla falan məşğul olmamışam, amma Zora'ya mən daxil olmuşdum, elə Zora çıxandan. Hardasa bir 6500 dollar mənə airdrop vermişdi. Bu yoldaş deməli Zora airdropuna qoşulub və vaxtı ilə Zora'dan airdrop götürən şəxsi adını bulur qoyacağım ki, heç kəs görməsin. Sadəcə bütün məlumatları o bu sahədə və Base-də daha təcrübəli deyə ondan da bir çox şeyləri soruşdum, öyrəndim və sizə daha detallı məlumatları çatdırmaq istədim. Və bu Zora airdropundan sonra hal-hazırda Base airdropu danışılır. Harda danışılır? X-də, bütün yəni Base platformasında və s. və ilə axır. Nələr olunmalıdır? Nələr olunmalıdır? Bu arada digər tweetdə göstərim. Tweet deyil, daha doğrusu hansısa bir saytdan bir yazılı Telegram qruplarından birində gördüm və sizə göstərmək istədim. Burada özünüz videonu saxlayıb oxuya bilərsiniz. Hətta burada kiçik bir şeyə toxunum ki, bir tokenin qiymətini 130 dollar olaraq təxmin edirlər. Təbii ki, bu bir təxmindir. Nə olacaq, necə olacaq bunu heç kəs detallı bilmir. Və Q2-Q4 aralığı 2026-cı ildə Base airdropunun veriləcəyi təxmin olunur. Təbii ki, bunların hamısı bir təxmindir. Burada yəni ilk öncə onu deyim ki, öz fikirlərimi sizlərlə paylaşıram və bu bir airdropdur. Heç bir yatırım tövsiyəsi deyildir. Bütün alacağınız risklər hamısı sizin öz məsuliyyətinizdir. Keçirik X-ə. Deməli, X-də mən burada sizin üçün hamısını qeyd eləmişəm. Baxın, Selman FD adlı bir daha doğrusu user qeyd edir ki, nələrə diqqət olunmalıdır. Base name-ə, on-chain score-a, kontrakt deploya, guild rollsa, Base ekosistemi, belə hamısı bunlar qeyd olunur. X-iniz varsa bunları yəni X-də axtarıb özünüz baxa bilərsiniz. Bu video biraz uzun ola bilər, çünki ümumi 3-4 dənə video eləmək istəmədim. Dedim bir video olsun, başdan ayağa, yəni həm sizə rahat olsun, həm mənə rahat olsun və hamısını da burada qeyd eləmişəm ki, nələri danışacağam sizə. Bu istifadəçilər, X istifadəçiləri öz tweetlərini paylaşıblar. Burada bu tweeti məsəl üçün sizə göstərim. David hansı ki Base'in vacib fiqurlarından biridir və bu tweetdə görürsünüz ki, Base airdropunun kriteriyaları nələrdir? Yuxarıda yazır ki, trade elə, transaksiyaların olsun və Base yarat, Base'in belə deyim də inkişafında bir rolun olsun. David qeyd edib ki, trade elə, transaksiya elə və mükafatlanasın. Jesse isə yazıb ki, yarat və mükafatlanasın. Bunların hamısına gələcəm bir-bir, sadəcə detallı videodur bu. Ona görə belə uzun sizə bildirirəm, öz fikirlərimi sizlərlə bölüşürəm. Yenidən bunu bayaq göstərdim, səhv eləmirəmsə. Və bu tweetlərin ortaq cəhətlərini, eyni zamanda Zora airdropundan təcrübəsi olan insanlardan aldığım fikirlərlə nələr lazımdır, nələrə diqqət etmək lazımdır, bunların hamısını sizə bir-bir göstərəcəm. Deməli, ilk öncə nə lazımdır? İlk öncə bizə Base app proqramı lazımdır. Deməli, Google Play-dən, Play Market-dən yüklüyürsünüz. Base app. Baxın, belə bir ikonkası olacaq. Base. Yükləyəndən sonra, əgər sizin Base-iniz yoxdursa, Base app-iniz yoxdursa, mən sizə referral linki qoyacağım aşağı. Əgər ürəyiniz istəyərsə, belə sizə xoş olarsa, o referral linkindən keçə bilərsiniz. Deməli, burada nə etməliyik? Həmin o tweetləri ona görə göstərdim sizə və etap-etap hamısını sizə indi deyirəm. Burada birinci alqı-satqı eləməliyik. Alqı-satqı necə olunmalıdır? Məsəl üçün, açmışıq, hansısa bir Gmail ilə hesab yaratmışıq. Gəlirik bura və həmin burada bu sağ tərəfdə ürək var. Ürəyin üstünə klik eləyirik və məsəl üçün bunu alırıq.
Aldığınız şeylər də həmin burada cüzdan hissəsində, bax burada görsənəcək hamısı. Sizin nə qədər USDC-niz var və yaxud sizin yaratdığınız NFT-lər və s. kimdən hansı NFT-ni almısan. Məsələn, aldığın NFT-nin qiyməti qalxdı, gəlib təzədən yenidən swap eləyib onu USDC-yə döndərə bilərsən. Alqı-satqıdan sonra bizə lazımdır şərh yazmaq. Məsəl üçün, gəlirik, burada hansısa bir profildir, elə buna yazaq. Gelirsiniz, nəsə burada şərh qeyd edirsiniz. Mən dəqiq bir say deyənmərəm, gündəlik neçə dənə trade eləyin, 5-dən eləyin, 10-dan eləyin, 15-dən eləyin. Çünki bunu bilmirəm nə qədər eləmək lazımdır. Ancaq burada bu işin əsas məğzində, əsas önəmli olan şey, burada əsas şey, yəni builder funksiyasını icra eləməkdir. Builder nədir? Yəni bu Base App var və bu Base App-in inkişafında özün könüllü olaraq inkişaf edirsən. Yəni şəkilləri paylaşırsan, alqı-satqı edirsən və s. və ilaxır. Yəni ona görə xüsusi bir say demək olmaz ki, gir 10 dənə al saat, 20 dənə al saat. Məsələn, elə gün olar ki, 20 dənə alqı-satqı eləyərsiniz və yaxud 15 dənə şərh yazarsınız. Bu sizdən asılı olan bir şeydir. Və bu alqı-satqını necə eləmək lazımdır? Bura gəlirik yenidən cüzdan hissəsinə. Burada yuxarıda QR kod var. Həmin bu QR koda tıklayırıq, klik eləyirik. Burada alın knopkası var. Bu alın knopkasını da kopyalaya basırıq. Bu sizin adresinizdir. Və istənilən bir birjadan, Binance-dan girirsiniz, USDC-ni göndərirsiniz Base-inizə. Və həmin bu göndərdiyiniz USDC-lər bax burada görsənəcək, USDC. Və həmin bu alqı-satqıları da bununla edirsiniz. Alqı-satqını elədiniz, şərhi yazdınız, sonra nə lazımdır? İzləmək, bir-birinizi izləmək lazımdır. Məsələn, bu mənim hesabımdır. Əsas hesabım, bax budur. Papa, Bakinet, Base, Ethereum. Bu mənim hesabımdır. Burada gördüyünüz kimi 314 izləyici və 1.4K mənim izlədiyim insan var. Burada siz girib bir-birinizə follow ata bilərsiniz və follow atılan insanlar da sizə geri dönüş edib sizi izləyəcəklər. Beləsinə, yəni ki, öz izləyicilərinizi artıra bilərsiniz. Digər bir vacib məqam nəyi eləmək lazımdır? Baxın, burada, baxın bu hissədə, doğrula, verify. İstənilən dildə işlədə bilərsiniz, rus, ingilis, türk, hamısında knopkaların və tərcümələr eynidir. Burada görürsünüz ki, yazıb ki, get verified, yəni ki, təsdiq elə. Continue'ya klik edirsiniz, onaylaya basırsınız və bu hissədə, bəli, həmin bu verify hissəsinə girirsiniz. Burada görürsünüz, X Twitter'ı bağlamalısınız. X hesabınızı bura verify edirsiniz. TikTok hesabınızı bura bağlayırsınız, Instagram hesabınızı bağlayırsınız. Burada indi, məsəl üçün, bu haqda heç bir məlumat tapa bilmədim mən ki, birini bağlasaq olarmı və yaxud dördünü də bağlamalıyıq mı? Burada indi sizə hansı rahatsa onları bağlayın. Məsələn, mən X-i, TikTok-u və Instagram-ı bağlamışam. Yenidən göstərim, bu mənim hesabımdır və linkini aşağıda qoyacağam. Kimsə əgər Base-də qeydiyyat eləməyibsə, həmin referaldan keçib qeydiyyat eləyə bilər. Bu belə getdi, verify da dedik. Və verify deyəndən sonra burada görürsünüz ki, deməli, token yaratmışam. Papa Vatikan adında. Amma gəlin bundan əlavə, bura keçməmişdən öncə gəlin biz başlayaq nədən? Base name-dən. Base name nədir? Base name, baxın, həmin bu şeydir, bax. Bakinet.base.ethereum. ETH. Məsəl üçün, base name-i siz buradan ala da bilərsiniz. Amma məsəl üçün, mütəmadi istifadə eləyənlərə base bu adları ödənişsiz şəkildə verir. Məsəl üçün, mən girib base name almaq istədim. Gördüm ki, mənim base name-im var. Həmin o Bakinet adı ilə. Məsələn, başqa bir base name də yazıb burada ala bilərsiniz. Məsələn, sizin adınız deyək ki, Həsəndir. Hasan yazırıq və ya Hasan Ali deyək, məsəl üçün. Click registrated olub. Məsəl üçün, olsun Aşpaz Abbas. Aha, məsəl üçün, bax. Bunun bir illiyi, həmin bu base name-in bir illiyi cəmi cümlətəni 27 sentdir. Burada məsəl üçün ola bilər ki, sizin base name-iniz 3 dollara ola bilər. Ola bilər ki, məsəl üçün 40 dollarlıq base name ola bilər. İndi o dəyişir də, yəni base name-dən base name-ə fərq eləyir. Həmin bu base name-i alırsınız, əgər ki, sizin base name-iniz yoxdursa. Baxın, həmin bu Bakinet.
Məndə var idi deyə mən almadım. Bunu alırsınız və yəni Base App-ə bağlayırsınız. Və bundan sonra nə lazımdır? Həmin bu Guild XYZ Base saytı. Baxın bu sayt. Bunların hamısını mən YouTube-un aşağısında description, açıqlama bölməsində qoyacağam. Sizə asan olsun. Girib, klik eləyib baxa bilərsiniz. Məsələn, mən öz Base akkantumu bura bağlamışam. Baxın, həmin bu Base akkantumu bağlamışam bura. Burada nələr var? Yenə deyirəm, bu Base kimə nə qədər verəcək, nə vaxt verəcək, deyilənə görə Q2, Q4-də veriləcək. Bir tokenin qiyməti $130 olacaq, deyirlər. Bunların hamısı təxminlərdir, heç kəs heç nə bilmir. Sadəcə Base airdrop paylayırsa, hamıda belə bir fikir var ki, yaxşı bir airdrop paylayır. Yəni hamı istər kimi adama $20-30 paylamır. Yəni mən uzun zamandır airdropa qoşulmamışam. Sadəcə sırf bu airdropda yəni iştirak edirəm və sizə paylaşdığım hər bir şey mənim iştirak elədiyim və aldığım, satdığım şeylərdir. Bunların heç biri də yenə deyirəm, yatırım tövsiyəsi deyil. Bütün risklər sizdən asılıdır. Sözü çox uzatmayayım, gəlirik bu guildə. Burada nə var? Burada var ki, baxın, deyək ki, öz Base, burada deyir ki, Base X-də izləyirsən və Base.org-u elə bir şey keçirsən həmin o sayta və burada Base Connected var, yəni bağlama funksiyası var. Məsələn, mən bunu eləmişəm, dam verib. Sonra yəni tamamlandı. Məsələn, burada öz şəxsi base name-in olsun, buna da dam verib. Baxın, burada hamısını sizə göstərir. İndi girib bir-bir bunların hamısına baxa bilərsiniz. Bilmirəm, bu dili dəyişmək olur yoxsa yox. Ancaq bu, yəni girib burada bir-bir oxuyub tanış olarsınız. Çox qalmıram bunun üstündə. Burada yenə də göstərim sizə. Məsəl üçün, eləyirsiniz. Məsələn, burada deyir ki, 30 gündə bir dənə transaksiya elə, məsəl üçün. Yəni, bunları girirsiniz, eləyirsiniz, daxil olsa eləyirsiniz və bu da bir növ məncə üstünlük olacaq. Məsəl üçün, Redditdə Base kanalına izləyirsən, subscribe olsan. Bu belə getdi. Və burada bir dənə şey var. Deməli, həmin bu Base.org name scores. Bu nədir? Bu o deməkdir ki, sənin Base hesabının deməli skoru nə qədərdir? Bu skor 100 üzərindən qiymətləndirilir. İndi bu bilmirəm hansısa bir istifadəçidir skor hesabında. İndi ona baxırıq biz. Məsələn, bunun balı 35-dir. 100 üzərindən 35-dir. Və burada aşağıda onun deməli bütün detalları yazılıb ki, məsələn, bu 37 gün ərzində transaksiya edir, 23 gün aktiv olub və s. və ilaxır. Burada onun verificationları var və aldığı ikonkalar və s. və ilaxır var. Buradan da məsəl üçün siz öz deməli Base hesabınızın, Base app-dəki olan hesabınızın aktivliyini burada yoxlaya bilərsiniz. Bu belə getdi. Sonra nə gəlir? Sonra mənə görə gəlir, deməli, baxın sizə göstərim. Burada gördüyünüz kimi mənim tokenim var. Papa Vatikan adında tokenim var. Həmin o Zora'ya qoşulanlar və airdrop təcrübəsi olan insanlar mənə dedilər ki, Zora'da airdrop yarat və onu deməli öz Base app-inə inteqrasiya elə. Bunun üçün nə lazımdır? Bunun üçün sizə ilk öncə Zora akkauntu lazımdır. Öz tokeninizi yaradırsınız. Və həmin onu yaradandan sonra siz bu Zora akkauntunuzda, Zora akkauntuna girirsiniz. Həmin bu yaratdığınız tokenin deməli kontrakt adresi var. Həmin o adresi kopyalayırsınız. Həmin adresi kopyalayandan sonra gəlirsiniz Base app-inizə. Bu arada kimdə Zora yoxdursa, əgər ürəyiniz xoş olarsa, sizə rahat olarsa, ürəyiniz istəyərsə, aşağıda referral linkimi qoyacağam, oradan girib qeydiyyat edə bilərsiniz. Deyək ki, tokeni yaratdınız, qeydiyyatdan keçdiniz və tokenin kontrakt adresini kopyaladınız, gəldiniz həmin bu ayarlar sizə. Bura klik eləyirsiniz, burada bunun üzərinə klik eləyirsiniz və bunun üstünə basırsınız, tamamı eləyirsiniz. Bunun üstünə basırsınız və həmin o yaratdığınız token adresini gətirib burada kopyalayırsınız. Kopyalayandan sonra irəlini basırsınız.
İrəlini basandan sonra həmin o yaratdığınız, Zorada yaratdığınız token adresi həmin baxın bu hissədə görünəcəkdir. Görürsünüz ki, baxın bu mənim yaratdığım tokendir. Bu sizdə görünəcəkdir. Ümid edirəm nəyisə yadımdan çıxartmadım. Əgər video sizə faydalı oldusa və ya hansısa bir fikriniz varsa, nəsə bir qaranlıq sualınız qalıbsa yazın. Əgər nəsə bir istəyiniz yaranarsa, mən yenidən Base airdropu haqqında ikinci bir hissəni çəkib sizlə paylaşaram. Aşağıda linkləri qoyacağam. Yenə deyirəm, ürəyiniz istəsə girib referal olaraq həm Base appdən, həm Zoradan, qeydiyyatdan keçə bilərsiniz. Addım-addım eləyib şəkillərinizi paylaşa, alqı-satqı eləyə, girdləri, base name'ləri alıb, qoşub airdropa çalışa bilərsiniz. Yenə deyirəm, nə veriləcək, necə veriləcək, bunu ancaq çıxan anda, çıxan saniyədə hamı biləcəkdir. Instagrama, Telegrama və YouTube'a, TikTok'a abunə olun. Hamınızı sevirəm və bu paylaşılan bilgilərə görə də həmin yoldaşlara təşəkkür etmək istəyirəm. Miri, sağ ol Miri. Özünüzdən müğayət olun, ümid edirəm faydalı oldu. Sağ olun.